deyəndə mənəm də kim olacaq? Sənə nə var kimdir? Sənə qalıb kim olduğu. On dolu Allaha, sən bir dənə şillə qoyaram. Küçük səsi çıxardarsan. Az nətər yəni nəyim? Sənə qalıb nəyim olduğu. Mən başımı niyə xarab edirsən sən gecə-gecə? Bax, kakraz 3-cü mərtəbədəyəm, səninlə danışıram, sən səs atıram da. Allah'ım olur, tutaram sənin saçından, sürüyə çıxardaram bu 3-cü mərtəbəyə, buradan buraxaram belə və pıt eləyərsən bir dəfə. Başa düşdün? Elə var ha səni elə cıraram, ölkənin bütün dərziləri yığıl sən dikə bilməz. Başa düşdün az? Leş, başımı xarab eləmə. Allah Taala onu sahibinə bağışlayacaq. Sən heç narahat olma ondan. Amma Allah Taala səni sahibinə bağışlamayacaq, mən ona yanmam. Səni var ha, sənə ahirəti bəxş eləyəcək Allah Taala. Sənin o iki gözünü bir deşikdən çıxardaram. Uğraşla səni təpəgöz deyərlər. Telefonda deməklə deyil, telefonda dil ötməklə deyil. Burada olsan şirpələn ki, yanıma gəlirəm, olsan çəpiş balası. Mən başımı niyə xarab edirsən sənə? Sən xalta taxıb gəzdirməyim də şəhərin küçələrində. Allah sənə rəhm eləsin, çünki mən sənə heç rəhm eləməyəcəm. Sən darıxma. Səni var ha, səni gəlib mumyalamasan, məndən pis adam yoxdur. Sən səbirli ol, sən kəfənlə düşürəcək, səni mumyalayıb bastırasın, sən darıxma. Hər axşam mənlə danışa-danışa yatırdın da, düzdür? Sən bu gecə bəyquş kimi tək yatarsan, ağlın gələr sənin başına. Yaxşı? İndi isə qaldırın 3 dəfə mərhumu qoyun, aparaq tapşıda torpağa.